Hörmətli izləyicilər, Misir Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən Sabah Neftçi maçı başa çatdı və komandamız 2-1 hesabı ilə qələbə qazanaraq UEFA Konferans Liqasına vəsiqəni təmin etdi. Hazırda ikinci qolumuzun müəllifi Feanyi Metyu yanımızdadır. Metyu, qələbə münasibəti ilə təbriklər. Sənin vurduğun qolla Neftçi qələbəni və Avropaya vəsiqəni təmin etdi. Yəqin ki, vurduğun qolun əhəmiyyəti ilə bağlı məlumatın var və istəyirəm nə hisslər keçirdiyini bildirəsən. What are your feelings? Yeah, I feel very happy. We won this game and then we qualify for the Europe. This is our goal to finish to go to Europe. So when I came in, I scored the only goal. So I'm happy that we won. So. Əlbəttə çox sevinirəm ki, qələbə qazandıq və Avropa kuboklarına vəsiqə qazandıq, Konferans Liqasına vəsiqə qazandıq. Sevinirəm. Bura gələndən iş qolum idi deyir, o da bu günə təsadüf etdi. Və bir sual daha vermək istəyirəm, mövqeyinlə bağlı. Sessi ilə çox yaxşı bir mübarizədə siz mövqe uğrunda və sanki bu mübarizə ikinizdə də, bu rəqabət ikinizdə də inkişafa aparıb sanki. İkinizdə də o yüksəliş daha çox hiss olunur. What you can say about this? Yeah, Sesse is a very good player, you know, fantastic player. I have a lot of respect for him. He's a very good player. Sessi çox yaxşı oyuncudur, ona böyük hörmətim var. Fantastik oyuncudur. So to have a competition with him, it's an honor to have a competition with him. So we play together and then we just see what happens. Yeah. Biz komandada rəqabət olmağa yaxşıdır. Biz bir yerdə oynayırıq, bir ailəyik. Yeah, that's it. Yeah. Bu qədər. Təbriklər, amma Qəbələdə vurduğu qolda unutmamışıq. And Thank we you. didn't forget your goal, what you scored in Qəbələ. Yeah, that was my first goal when I came to the club, and that was my first goal. I was happy, and this is another goal. So O yeah. mənim birinci qolum idi, bu da mənim demək olar ki, yəni vacib qolum idi. Təşəkkürlər, uğurlar.